Bu gün oturanda elə belə fikirləşdim. Dedim, görəsən, ilk onlayn alış-veriş neçənci ildə olub? Yəni bu mənə çox maraqlı gəldi şəxsən. Yəni hansı ölkədə, əslində ölkəni təxmin eləmək çox asandır. Yəni %99% bu Amerikadır. Hansı saytdan və hansı məhsul üzərindən olubdur? Gəlin bir dənə araşdıraq. Google üzərindən araşdıraq, yəni old school, yoxsa ChatGPT-yə yazaq. Gəlin elə ən yaxşısı ikisini də sınayaq. Dostlar, biraz araşdırma elədim. Qarşıma biraz çox illər və çox hekayələr çıxdı. Mən belə başa düşdüm ki, onlayn satış dedikdə ağla, yəni sırf indi biz bunu necə eləyirik? İnternetdən, yəni ödəmək, falan, kart, ora, bura. Yəni o ağla gəlməməlidir. Yəni, sadəcə bunlar başqa mövzulardır. Biz əsas nəyə fokuslanırıq? İnternet üzərindən biz bugün necə sifariş veririk nəyəsə də. Yəni həmin sifarişlə neçənci ildə olubdur, nə alınıbdır, biz ona fokuslanırıq. Deməli dostlar, ilk satılan məhsul bir CD albomu olubdur. Sting'in Ten Summoners Tales adlı albomunu alıb bir nəfər. Albomun $12.48 dəyəri olub və həmin tarixə keçən gün 1994-cü ilin 11 avqustunda yaşanıb.